Salam dostlar, bu günləri biz Shocker maşını haqqında danışacağıq. Bu Hexabox-da Linux əsasında olan bir maşındır. Həmişə dərsə başlamamışdan qabaq dediyim kimi, dərslər yalnız, öyrənilən texnika və texnologiyalar yalnız Hexabox və TryHackMe və tədris üçün nəzərdə tutulub. Digər maşınlarda icazəsiz istifadə edilməsi qəti qadağandır. İndi isə keçək. Shocker. Maşın haqqında bir məlumat alaq, əvvəlcə görək maşın nədir? Bu maşın haqqında, yəni bu maşını araşdırmaq istəsəniz, siz Hexabox-da bu məlumatları öyrənməlisiniz. Yəni bu modulları oxusanız sizin üçün daha rahat olacaqdır. Maksimum deyilən budur. İndi isə keçək. Bizim IP-miz 10.10.10.56-dır. İlk öncə nə etdik? İlk öncə Nmap ilə skan etdik. Skan edəndə 80, 222, 22 portu açıq olduğunu görürük. Görürük ki 80-də Apache-dir. Biz IP-mizi götürüb indi girsək, görəcək ki sadəcə bir saytdır, yəni qeyri-adi bir şey yoxdur içində. Beləçinə formada olanda həmişə biz GoBuster və Diribdən istifadə edirik. Mən artıq skripti aktiv etmişəm. Bir ilk dəfə GoBuster'la etdim. Bu daha gec getdiyinə görə Diribdən istifadə elədim. Diribdə burada bizə CGI 1000 verdi. Biz bura daxil olanda görürük ki Forbidden və CGI 1000. CGI 1000-i biz görürük ki, ancaq bizim bir ipucumuz vardı. İpucumuzda CGI 1000-dir. Başqa heç nə yoxdur bu saytda. İstər kodlara baxmaq, istər direktoriyalara baxmaq heç nə vermədi. CGI 1000 verəndən sonra, yəni vulnerabilities axtarışlarında mənə belə bir məqaləyə rast gəldim. 2023-də bir nəfər nəsə CGI 1000 ilə əlaqədar shell shock istifadə edib və mən burada fikir versəniz .sh ilə qutaran fayla nəsə tətbiq edib də, zərərverici kod tətbiq edib, belə deyək. Və burada biz nə edirik? Dirb, həmin IP -x sh yazırıq. Yazanda ancaq bir dənə sizə fayl göstərəcək. Burada da var. Mən Diribdə mən paralel hər iki aləti eləyirəm. GoBuster əslində normalda sürətli proqramdır. Yəni Diribdən daha sürətli tapır. Amma sadəcə birinci dəfə verəndə çox uzun vaxt getdi direktoriyalarını tapmağına. Ona görə Diribi də paralel açdım. GoBuster'da dir IP-miz, word listimiz -x sh yazdım. Və o mənə user.sh faylını verir. Budur. User.sh. User.sh verəndən sonra mən bura daxil oluram. Və görürəm ki, belə bir sorğu verib. Belə sorğu olanda, həm də burada da gördük, bizdə bir reverse code'dur, listener açır və burada da yazılır ki, manually CG without metasploit. Deməli, bunun metasploit'u da var. Biz metasploit varsa MSF konsol edirik, metasploit'u aktiv edirik. İndi baxın, bizdə deməli nədir? Bizdə Apache serverdir. CGI moddur. Və shell shock. Bu 3 açar sözümüz var bizim bu saatda. Yəni biz bu CTF-i həll etməkdən ötürü bizim 3 ipucumuz var. İndi baxaq görək nə tapırıq da. Search Apache yazsaq əlbəttə ki çox şey çıxacaq. Bizə o lazım deyil. Deməli biz CGI modu da axtarmalıyıq bir yerdə. Görək nə verəcək. Okay. Search CGI. Apache yaddan çıxdı. Burada çoxdur deməli. Search Apache
CGI. Aha. Bizde burada bizim üçüncü açar sözümüz nədir? Bizim üçüncü açar sözümüz shell shock'dur. Və biz burada shell shock'a baxanda görürük ki bu var. Deməli 108 edirik. 108. Okay. 108 edəndən sonra okay. Options set air host bizim hücum edəcəyimiz maşının IP-si 10.56. Set air host tune 0. Yəni bizim IP-miz. Sonra bizdə burada nə gəlir? Bizə gəlir set target URI. Bizdə nə idi burada? CGI bin user.sh. Run edək görək nə verir. Aha. Started. Aha. Əla. Meterpreter deməli bir sessiya açıldı. Who am I? Aha. Deməli shell yazaq. Görək nə verəcək bizə. Who am I yazaq. Okay. Shell'i. PWG. Okay. İndi biz ls root yazsaq. Yazacaq ki permission deny. Çünki mən root deyiləm. İndi mən root olmaq üçün məsələn sudo minus l edirəm ən primitivi. Bizdə burada deyir ki no passwg perl. Bu perldırsa bizim gtfbo bins deyilən saytımız var da, düzdürmü? Biz orada perl yazırıq və sudoya sıxırıq ki biz görək nə əldə edə bilərik. Bunları bir-bir yoxlaya bilərik. Vaxtı ki o burada suid lazımdır, bizə sudo lazımdır. Biz sudonu eləmişik. Biz bu skripti götürürük, copy edirik, enter. Who am I? Root. Ümid edirəm ki video sizə yardımcı oldu. Yenə dərsin əvvəlində dediyim kimi, sonda da demək istərdim ki istifadə olunan texnik və texnologiyalar yalnız tədris üçün nəzərdə tutulub. Çalışın ethical hacking, kiber təhlükəsizliklə məşğul olun. Hamınıza uğurlar. Əgər bəyəndinizsə videonu like, comment, paylaşım etməyi yaddan çıxartmayın. Dostlarınızı da qrupumuz deyəndə kanalımıza abunə olmağı dəvət edin.